Gözəl hava, gözəl gün. Hər birinizə salamlar. Məncə bu videonu çox bəyənəcəksiniz. Çünki sizə çox dadlı və sadə şirniyyat resepti və axşam yeməyi üçün hazırladıqlarımı paylaşacağam. İndi isə çayınızı süzün və izləməyə davam edin. İlk olaraq 3 ədəd yumurtanı və 1 stəkan pesovu biraz mikserlə qarışdırdım. Daha sonra yarı stəkandan biraz artıq süd və duru yağı sırayla əlavə edib yenidən qarışdırdım. Qoxusunu çox sevdiyimə görə mən şəkərli vanilini 2 və yaxud da 3 ədəd atıram və bir çimdikdə duz əlavə edirəm. Unu da 4 stəkan olmaqla az-az əlavə edib qarışdırıram. Ümumiyyətlə unu mən ələkdən keçirmirəm. Çünki mikserlə qarışdırdığıma görə elə düşünürəm ki, eyni effekt olur. Xəmir hazırdır və ən sonda 1 ədəd qabartma tozu əlavə edib qarışdırıram. Daha sonra keksi bişirəcəyim qaba az miqdarda yağ əlavə edirəm və hər yerinə yaymağa çalışıram. Mən ümumiyyətlə sadə keks eləyəcəkdim. Sadəcə olaraq xəmirim gözəl olduğuna görə belə bir qaba tökmək istədim. Xəmiri tökmüşdüm və tam sobaya atacaqdım ki, birdən gözümə stolun üstündə olan təzə çiyələklər dəydi. Çiyələkləri də 4 yerə bölüb hazır keksin üzərinə əlavə elədim. Lakin çiyələkləri doğrayarkən kameranı başlatmağı unutmuşam. Və o qədər gözəl oldu ki, sonda görüntü, həm dad. İsti gələn çiyələyin qoxusunu sizə ötürə bilmirəm. Və bunun yanında isti də bir çay. Günün yarısını başa vurduğumuza görə indi keçək axşam yeməyi üçün hazırlıqlara. Əvvəlcədən bir kənara islatdığım düyüləri qoyuram və ikinci yeməyimi hazırlamaq üçün işə keçirəm. 2 ədəd soğanı yarım halqa formada doğrayıram. Mənə görə mətbəxin ən çətin işi soğanları doğramaqdır. Çünki gözlərim çox acışır və qarşıma çıxan bütün yolları sınasam da bunun heç bir faydası yoxdur. Sizdə necədir bilmirəm. Soğanı qazana əlavə etdikdən sonra keçirəm kartofu soymağa. Bu yeməyi toyuqla hazırlayacağam. Ümumiyyətlə mənə elə gəlir ki, toyuqla hazırlanan ən az vaxt aparan və ən dadlı yemək də elə budur. Kartofu halqa formada doğradıqdan sonra qazanın içərisinə düzürəm və daha sonra toyuq hissələrini təmizləyib yuyuram. Bu həyat toyuğudur. Bunu qaynanam hissələrə ayırmışdı. Toyuq ümumiyyətlə çox böyük olduğuna görə mən onu 2-3 hissəyə ayırıram və fərqli yemək olaraq bişirirəm. Toyuqlarımızı da yuyub qazana əlavə etdikdən sonra doğrama taxtamı yuyuram və ikinci kartofu da soyub doğramağa başlayıram. İkinci qat üçün kartofu yenə yarım halqa doğranmış soğanı əlavə edirəm təkrardan. Mən ümumiyyətlə mətbəxdə yemək hazırlamağı, şirniyyat hazırlamağı çox sevirəm. Amma bunu edərkən tək olmağı daha çox sevirəm. Eyni anda musiqiyə də qulaq asıram və sanki ruhum dincəlir. Bir də mənə çox maraqlı gəlir ki, görəsən hamı belədir, yoxsa tək mən beləyəm. Bir yeməyi hazırlayana qədər əllərimi o qədər tez-tez yuyuram ki, sanki bir də batmayacaq. İndi isə yeməyə davam edim. Soğanları da əlavə etdikdən sonra kənarda qabıqlarını soyub, yarım halqa formada doğradığım 2 ədəd pomidoru da qazanın üzərinə düzürəm. Ümumiyyətlə pomidoru ən sona saxlayıram ki, çox əzilməsin və həm də onun suyu çıxdıqca bütün yeməyin hər tərəfinə getsin. Biraz zeytun yağı, kərə yağı, duz, istiot. Acı yeyə bilmədiyimə görə və qızım da hələ körpə olduğuna görə mən qırmızı pul biber əlavə etmirəm. Amma bu zövqə görə edilə bilər. Yəni siz əlavə edə bilərsiniz. Mən sadəcə biraz qara istiot əlavə edirəm. Və 1 çay qaşığı da tomat əlavə edirəm. Yarı stəkan da su tökürəm və kənara qoyuram. Yeməkləri axşam üçün hazırlayacağıma görə hələ bişirmirəm. Kənarda gözlədirəm. İndi isə keçək ikinci yeməyim olan şah əsəri şahplovuma. Şahplov dediyimə baxmayın, sadəcə adı elə gedir, amma mən onu çox sadə hazırlayacağam. Qaynayan suya düyümüzü əlavə edirik və biraz duz əlavə edirik və düyünü bişməyə qoyuruq. Bizim evdə ən sevilən yemək plovdur. Heç olmasa həftədə 2-3 dəfə bişirilir. Qaynayan düyülərimizi süzürük və biraz soyuq su üzərindən keçirdirik. Daha sonra balaca bir qazan götürürəm. Çünki plov nə qədər kiçik ölçülü qazanda hazır olsa, o qədər dadlı olur. Qazana biraz zeytun yağı əlavə edib və lavaşla ətrafına yaymağa çalışıram.
Məndə evdə sadəcə 3 ədəd lavaş qalmışdı. Amma yenə də gördüyünüz formada onları qoydum. Düyünün yarısını əlavə etdim və biraz sarı kök əlavə edib qarışdırdım. Daha sonra digər yarısını da qazana əlavə elədim. Qarışdırdıqdan sonra ortasına biraz kərə yağı əlavə elədim və yumru formada bükdüm. Mən kərə yağı olaraq təbii inək yağının qoxusunu sevmədiyimə görə, ümumiyyətlə onu yeyə bilmədiyimə görə evdə istifadə edə bilmirəm. Artıq uşaqlıqdan yemədiyimə görə indi nə qədər eləsəm də öyrəşə bilmirəm. O qoxu yeməkdən gələndə mən o yeməyi yeyə bilmirəm. Bəlkə də çoxunuz mənə deyəcəksiniz ki, təbii yağın yerinə heç nə verməz. Amma bu mənim özümdən asılı deyil. Və yeməkləri hazırladıqdan sonra ortalığı biraz səliqəyə salıram, çıxan qablarımı yuyuram. Daha sonra hər ikisinin altını vanpodda açıram. Yeməklər bişənə qədər mən də biraz istirahət edib seriala baxıram. Və hazırdır. Axşam yeməyi üçün süfrəm belə görsənirdi. Bura qədər izləyənlərə təşəkkürlərimi bildirirəm. Əgər bəyəndinizsə kanala abunə olub, videoya rəy yazmağı unutmayın. Sağ olun.